Salam əziz şagirdlər. Bugün izah edəcəyim bölmə funksiyalar bölməsindən sonuncu başlıq olacaq. Funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyətini öyrənəcəyik. Dərslərimizə qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq dərslərə qeydiyyatdan keçə bilərsiniz uşaqlar. Başlayaq birinci sualla. Birinci sualımızda deyir ki, xətti funksiyalardan hansının qrafiki digərlərinin hamısının qrafiki ilə kəsişir. Biz xətti funksiyanın düsturunu y bərabər birinci funksiya üçün k1x üstəgəl b1 şəklində, ikinci funksiya üçün k2x üstəgəl b2 şəklində işarə etmişik. Amma bu düz xətlərin kəsişmə şərti verilirsə, biz qeyd etməliyik ki, k1 fərqlidir k2. Bax, bu şərt daxilində düz xətlər kəsişir. Deməli, birinin k-sı digərlərinin k-sından fərqli olmalıdır. Məsələn, baxın, bunun k-sı ilə A variantında k2-dir, D variantında k2-dir. A ilə D bir-birinə paraleldir, yəni kəsişmir. Biz elə birini tapmalıyıq ki, biri digərlərin hamısı ilə kəsişsin. K-lar bir-birinə əgər bərabərdirsə, bunlar paralel olar. Paralel. Deməli, B variantına baxsan, B variantındakı K, X-in əmsalı C-nin K-sı ilə eynidir. Deməli, B ilə C paraleldir. Bax, yazıram. A-dakı düz xət, D-dəki düz xətlə paraleldir. B-dəki düz xət isə C-dəki ilə paraleldir. Qalır bir dənə Y variantı. Y-dəki düz xəttin K-sı, yəni bucaq əmsalı 5-dir. Və bu bucaq əmsalı digərlərin hamısından fərqlənir. Deməli, cavab Y variantı olacaq ki, digərlərin hamısı ilə kəsişir. Eyni qayda 2-də də keçərlidir uşaqlar. Əgər K-lar bir-birinə bərabər deyilsə, onlar kəsişir. K-lar bir-birinə bərabərsə, düz xətlər paraleldir. İndi A-dakı düz xəttin bucaq əmsalına baxırıq. X-in əmsalına 3-dür. B-dəki düz xəttin bucaq əmsalına baxsanız, o da 3-dür. Deməli, A-dakı düz xətlə B-dəki düz xət bir-birinə paraleldir. Sonra C variantındakı düz xəttin bucaq əmsalı da -3-dür. D-dəki bucaq əmsalı deyəndə X-in əmsalları nəzərdə tutulur. -3-dür. İkisi də -3 olduğu üçün. C ilə D bir-birinə paraleldir. Qalır Y variantı. Y-də K-ya fikir versəniz 6-dır. Başqa heç bir düz xəttin K-sı, yəni bucaq əmsalı 6 deyil. Deməli, cavabınız Y variantı olacaq. Üçüncü sual. Funksiyalarının qrafiklərinin kəsişmə nöqtəsinin absislərini tapın. İki funksiyanın kəsişmə nöqtəsi onların ortaq nöqtəsi deməkdir. Ortaq nöqtə də bu iki tənlik kimi baxsanız, yəni sistem kimi baxsanız, bunların ortaq həllidir. Ortaq həlli tapmaq üçün siz onların sol tərəfləri ikisi də y olduğu üçün, bir-birinə bərabər olduğu üçün sağlarını götürüb bərabərləşdirməlisiniz. Yəni, sol bərabərsə sağ da bərabər olacaq. Və bu tənliyi həll etməliyik. Deməli, iki funksiya bir-birindən kəsişir. O demək ki, bunların ortaq nöqtəsi tapılmalıdır. Ortaq nöqtəni tapmaq üçün bu funksiyaları bərabərləşdirib həll etməlisiniz. X kvadratına bir t əvəzləməsi etsək, t-nin kvadratı çıx 8t üstəgəl 12 bərabərdir 0 olacaq. Buranda 2 dənə ədədiniz var Viet teoreminə görə 12, toplayanda isə 8 olmalıdır bu ədədlər. Əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Deməli, ədədlərimizin biri 6-dır, digəri isə 2-dir. İndi x-in kvadratı bərabərdir 6 tənliyini, bir də x-in kvadratı bərabərdir 2 tənliyini həll etməliyik. X-in kvadratı 6-dırsa, x-imiz müsbət mənfi kökdə 6, x-in kvadratı 2-dirsə, x-imiz müsbət mənfi kökdə 2 olacaq. Müsbət mənfi kökdə 2 və müsbət mənfi kökdə 6 D variantında verilib. Dördüncü suala baxırıq. İki funksiyanın qrafikinin kəsişmə nöqtəsini soruşur. Kəsişmə nöqtəsi ortaq nöqtədir. Onları bərabərləşdirərək kəsişmə nöqtəsini tapa bilərsiniz uşaqlar. Deməli, keçirdirəm sol tərəfə x-4 çıx 8x kvadratı üstəgəl 15 bərabərdir 0. Burada x kvadratına t əvəzləməsi etsəniz, sizdə t kvadratı çıx 8t üstəgəl 15 bərabər 0 şəklinə düşəcək tənlik. 2 dənə ədədiniz var, onları vuranda 15 edir, topladıqda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Hansı ədədlərdir? Biri 5, biri isə 3. Deməli, x-in kvadratı t demişdik, 5-ə bərabər ola bilər, ya da x-in kvadratı 3-ə bərabər ola bilər. Hər tərəfdən kök alırsınız. Bu müsbət mənfi kökdə 5.
Digəri isə müsbət mənfi kökdə 3 olacaq. 4 dənə kökü var. Cavab isə Y variantında verilib. 5-ci suala baxırıq. Kəsişmə nöqtəsinin koordinatlarını deyir. Yəni tək x-i yox, y-i də tapmalıyıq burada. X-i tapmaq üçün yenə bunları bərabərləşdirib həll edirik uşaqlar. Bərabərləşdirib həll edəndə kök var deyə kökü yox etmək üçün hər tərəfi kvadrata yüksəltməliyik. Kvadrata yüksəldəndə kvadratla kök gedir. 2x üstə gəl 4 bərabərdir. Sağ tərəfdə müxtəsər vurma ilə açsam, ikisinin hasilinin 2 misli, 2-nin kvadratı 4. Baxın, burada 4'lər islah gedir. 4x'i keçirdərəm 2x'in yanına, toplayanda 6x edir. X kvadratını da keçirdim. X'i ortaq vuruq çıxarsam 6 çıxılsın, x bərabərdir 0. 2 dənə kök alırıq. Hasil 0'a bərabərsə vuruqlar ayrı-ayrı 0'a bərabər olacaq. Bir kök 0'dır. Bir kökünə baxsanız 6'dır. İndi aparıb yerinə yazdığımız zaman baxın, biz hansı tənliyi həll etmişdik? İlk öncə həll etdiyimiz tənlik bu idi. 2x üstə gəl 4 kök altında bərabərdir x çıxılsın 2. Bunun üzərindən getmişdik kvadrata yüksəldərək. Mən 0'ı gətirib x-in yerinə yazsam, uşaqlar kök altında 4'ün cavabım bərabərdir. X-in yerinə 0 yazsam mənfi 2 alıram və bu da doğru bir şey deyil. Çünki cüt dərəcədən kökün cavabı mənfi ola bilməz. Deməli, x-in yerinə mən 0 yaza bilmərəm. X-in yerinə 6 yazdıqda isə 16 bərabərdir 4 alırsınız. Yəni doğru bərabərlikdir. X-imiz 6 olan nöqtəyə baxırıq. X 6'dır, y-i də tapmaqdan ötürü uşaqlar. Fərqi yoxdur, 2 dənə düstur verilib sizə y üçün. Mən ikinci rahatdır deyə ikincidən istifadə edəcəm. X çıxılsın 2-dən. X-in qiymətini 6'nı yerinə yazıram. Y-in cavabı 4 olur. Hansısa bir nöqtənin koordinatını yazanda x, y cütlüyü şəklində yazılmalıdır. X birinci yazılmalıdır, y ikinci. Cavabınız 6, 4 olacaq. O da C variantı. 6, 4. Düz yazdıq mı? X'imiz 6, y'imiz 4. Bəli. 6-cı sualla davam edirik. Deməli, yenə funksiyaların kəsişməsinin koordinatlarını tap deyir. Onları bərabərləşdirərək həll etməlisiniz. Bu bərabərdir x çıxılsın 3'ə. Hər tərəfi kvadrata yüksəldəcəm. Ki kök getsin. Kvadratla kök getdi. 4x üstə gəl 9 bərabərdir x kvadratı çıx 6x üstə gəl 9. Burada 9'lar gedir. 4x üstə gəl 6x eləyəcək 10x çıxılsın x kvadratı bərabərdir 0. X ortaq vuruq çıxarsam 10 çıx x bərabərdir 0. Hasil 0'a bərabərsə vuruqlar ayrı-ayrı 0'a bərabər olacaq. X bərabərdir 1'i 10, 1'i isə 0 alırıq. İndi aparıb yerinə əvəzləmə etsək, məsələn 0'ı aparıb yerinə yazsaq uşaqlar tənliyin özündə. Bax burada. Onda olacaq kök altında 9 bərabərdir mənfi 3. Belə bir şey ola bilməz. Ona görə, çünki cüt dərəcədən kökün cavabı mənfi gəlirdi. Ona görə x'imiz 0 ola bilməz. Burada üstündən xətt çəkilir. X 0 ola bilməz. X'in yerinə 10 qoyduqda isə ödənir. Çünki x'in yerinə 10 qoyunda 49, 49'un cavabı 7, 10 qoyunda sağ tərəfində cavabı 7. Deməli, həmin cavab fərqi yoxdur. Siz x çıxılsın 3'ndə işləyə bilərsiniz y-i tapmaq üçün. Kök altında 4x üstə gəl 9'da yaza bilərsiniz. Rahat görünüşlü x çıxılsın 3'dür. Ona görə mən ondan istifadə edirəm. Kəsişmə nöqtəsini koordinat şəklində yazanda cütlü şəklində x, y yazmalıyıq. X'in yerinə 10, y-in yerinə 7 yazacağıq. 10, 7. O da eləyəcək A variantı. Keçirəm 7-ci suala. 7'də deyir ki, düz xətləri bir nöqtədə kəsişirsə K-nı tapın. 3 dənə düz xət verilib. Biz bunları 2-2 götürüb bərabərləşdirə bilərik. Birinci bunların ikisini götürüb bərabərləşdirib o kəsişmə nöqtəsini tapaq. Bax, bunları bərabərləşdiririk. Bunu hər tərəfin 5'ə vursaq, x üstə gəl 10 bərabərdir 5x çıxılsın 30. Hamısını 5'ə vurdum uşaqlar. Məqsəd kəsirsiz işləməkdir. X'dən 5x'i çıxanda olacaq mənfi 4x, mənfi 30 çıxılsın 10. Yəni mənfi 4x bərabərdir mənfi 40, x də bərabərdir 10. X 10'dursa y-i tapmalıyım. Y-i tapmaq üçün istənilən birindən istifadə edə bilərsiniz. Mən ikincisində yazıram. Y-imiz 4 oldu. X 10, y 4.
İndi bizə deyir, bunlar üçü bir yerdə kəsişir. İndi mən bunların ikisini bərabərləşdirirəm. Məsələn, x çıxılsın 6-nı bərabər edirəm k x-ə. Fərqi yoxdur, o birini də bərabər edə bilərdiniz uşaqlar. Bunlar ikisi bir nöqtədə kəsişirsə, bu birincidə x-i siz nə tapmısınızsa, burada da ödəyəcək. Həmin x-i ikisində də yerinə yazırıq ifadədə. Bax, burada da yazırıq. X-in yerinə 10, çıxılsın 6, bərabərdir k vurulsun 10. Deməli, 4 bərabərdir 10k-ya, k da bərabərdir 4 bölünsün 10. İxtisar edirsiniz, cavab 2/5 olacaq. 2/5, yəni D variantı. 8-ci sualla davam edirəm. 3 dənə düz xət verilir və deyir ki, bu 3 düz xətlər bir nöqtədə kəsişir. Uşaqlar, bir nöqtədə kəsişirsə, onları bərabərləşdirib kəsişmə nöqtəsini biz tapa bilərik. 4-də 1x üstəgəl 2 bərabərdir 0,5x üstəgəl 1. Buradan kəsişmə nöqtəsinin x-ini tapa bilərik. Hər tərəfi 4-ə vuraq ki, kəsirdən azad olunsun. 4-də 1-i 4-ə vuranda 1, x-ə də vururuq x. 2-ni 4-ə vuranda 8. Sonra, baxın, bunu vurduq. İndi 0,5-i 4-ə vuranda 2x, 4-ü də 1-ə vuranda 4. Keçirdirəm sol tərəfə mənfi x, 8-i də sağ tərəfə keçirsəm mənfi 4x bərabərdir 4. Deməli, x-i 4 olan nöqtədə kəsişəcək. Əgər bunlar kəsişirsə, siz ikinci ilə üçüncünü də bərabərləşdirə bilərsiniz. Və yaxud birinci ilə üçüncünü də bərabərləşdirə bilərsiniz. Fərq etməz. X-lərin yerinə 4 yazacağıq. Çünki kəsişmə nöqtəsi ortaq nöqtə deməkdir. K vurulsun 4. Bu eləyəcək 3 bərabərdir k vur 4. K da bərabərdir 3 bölünsün 4 şəklində olacaq. 3 bölü 4-də 0,25 deməkdir. 9-cu sualla davam edirik. A parametrin hansı qiymətində düz xətlərin kəsişmə nöqtəsi OX oxu ordinat oxu üzərindədir. Y-in üzərindədir. Yəni uşaqlar, Y oxu üzərindədirsə, bunları ümumiyyətlə kəsişmə nöqtəsi deyirsə birinci bərabərləşdirməliyik. Bunlar bərabərləşdimi? Sonra da həmin nöqtənin koordinatı deyir ki, ordinat oxu üzərindədir. Yadınızda saxlayırsınız. Ordinat, yəni Y oxu üzərindəki bütün nöqtələrin x-ləri 0-a bərabərdir. Əslində bu sizə demək istəyir ki, x-i 0-a bərabərdir. X-lərin yerinə 0 yazırsınız. X-lərin yerinə 0 yazanda bura gedir 0-a, bura gedir 0-a. Qalır 2a kvadratı çıx 3a üstəgəl 6 bərabərdir 3a kvadratı çıx 4a. Hamısını keçirdirik bir tərəfə. 3a kvadratını sol tərəfə keçirdib 2a kvadratından çıxsam mənfi a kvadratı qalır. 4a-nı keçirsəm mənfi 3a üzərinə gəl 4a eləyir. Bu üstəgəl a, üstəgəl 6 bərabərdir 0. A kvadratı çıx, a çıxılsın 6 bərabərdir 0. 2 dənə a ədədiniz var. Vuranda mənfi 6, toplayanda isə müsbət 1 edir. A1 bərabərdir, A2 bərabərdir neçədir? Bunu tapmalıyıq. Vuranda mənfi 6 toplayanda 1 edən ədədlər 2, 3, amma 3-ün işarəsi müsbət, 2-nin işarəsi mənfi olacaq. Və A parametrin hansı qiymətlərində ikisini də soruşub. Mənfi 2, 3, A variantı olacaq. 10-cu suala baxırıq. Yenə də deyir ki, bu düz xətlər kəsişir, kəsişmə ordinat oxu üzərindədir. Kəsişmə ordinat oxu üzərində deyirsə, x-i 0 eləyəcək və onların bir-birinə bərabərliyin yazacaq. Kəsişmə nöqtəsi varsa, onlar bir-birinə bərabərdir. İlk öncə bərabərliklərin yazaq. A-nı biraz daha qəşəng yazaq. Sonra bərabərdir mənfi x üstəgəl 6a kvadratı çıxılsın a üstəgəl 5. İndi x-lərin yerinə də 0 yazırıq. X-in yerinə 0 yazanda bunlar gedir 0-a. Deməli 7a kvadratı üstəgəl 3a bərabərdir 6a kvadratı çıx a üstəgəl 5. A kvadratlarını keçirdirəm bu tərəfə, a-nı keçirdirəm bu tərəfə, 4a, 5-i də keçirdim. 2 dənə a ədədimiz var, vuranda mənfi 5 edir. Toplayanda isə mənfi 4. Hansı ədədlərdir bu ədədlər? Təbii ki, biri mənfi 5, biri isə 1. Mənfi 5, 1 ədədlər harada verilib? Y variantında. Keçirəm 11-ci suala. Deyir ki, hiperbola ilə düz xəttin kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Görünür, 2 dənə yerdə kəsişirlər.
12 bölünsün x bərabərdir 3x. Bunların kəsişmə nöqtəsini təyin edəcəyik. 3x kvadratı bərabərdir. Məxrəcinə 1 atıram 12. X kvadratı bərabərdir 4. X bərabərdir 2 də ola bilər, mənfi 2 də ola bilər uşaqlar. Deməli, x 2 olanda y-i hesablayaq. Y-i hesablamaqdan ötürü siz ikisindən birini seçə bilərsiniz. 3x daha asan görünür. Burada hesablayaq. X 2 olanda y bərabər olur. Baxın, burada x-in yerinə 2 qoyunda 3 vur 2, 6. X mənfi 2 olanda y olur. Gətirib yenə burada qoyursunuz yerinə. Bu ox işarəsini silim, səliqəli görünmür. Y bərabərdir 3 vur mənfi 2 yazsanız mənfi 6. Deməli 2 dənə nöqtə tapdınız. 2, 6 nöqtəsi tutaq ki, A nöqtəsi deyil. B nöqtəsi də var, mənfi 2, mənfi 6. 2 nöqtə arasında məsafəni soruşur. 2 nöqtə arasında məsafə düsturu belədir. X2 çıx x1-in kvadratı. Bilməyənlər yazsın, götürsün. Y2 çıx y1-in kvadratı. 2 nöqtə arasındakı məsafə düsturu. Deməli, buna x1, y1 kimi baxa bilərsiniz. Buna x2, y2 kimi. O zaman mən nə yazacağım? Kök altında mənfi 2 çıx 2-nin kvadratı üstə gəl mənfi 6 çıx 6-nın kvadratı. Mənfi 2 çıx 2, 4, 4-ün kvadratı 16, o birisi 12 kvadratı 144. Uşaqlar, deməli bu 160 edir. 160'ı da mən 16 vurulsun 10 kimi yazım ki, bir hissəsindən kök ala bilim. 16'dan çıxır 4, 10 qalır kökün altında. 4 kök altında 10 cavab D variantı olacaq. 13-cü suala baxırıq. Düz xətlərin kəsişmə nöqtəsi OY oxu üzərindədir uşaqlar. OY oxu üzərindədirsə, x-lərimiz 0-a bərabərdir. Hər ikisində x-lərin yerinə 0 yazırsınız. X-in yerinə 0 yazdığınız zaman bura getdi, qaldı 3my çıx 4 bərabərdir 0. Sağ tərəfə x-in yerinə 0 yazdınız, qaldı 9m çıx 3 vurulsun y, 9m çıx 3 vurulsun y çıx 1 bərabərdir 0. Və bunlar kəsişibdirsə, bunların y-lərini tapıb bərabərləşdirməliyik. Məsələn, birincidə y-i tapsanız, y bərabərdir 4 bölünsün 3m olacaq. İkincidə y-i tapaq. Y bərabərdir 1 bölünsün 9m çıx 3. Bunlar kəsişirsə bərabərləşdirməliydik axı biz bunları. Və çarpaz vursaq tənasüb kimi 36m çıx 12 bərabərdir 3m. Buradan alırıq 3m'i sol tərəfə keçirdib çıxsaq 33m, 12'ni sağa keçirdək və m də bərabərdir 12 bölünsün 33. 3'e ixtisar edəndə 4, 3'e ixtisar edəndə 11, cavabınız A variantı olacaq. Keçirik 13-cü suala. 13'ə baxırıq. Deyir ki, düz xətlərin kəsişmə nöqtəsi OX oxu üzərindədir. OX oxu üzərində olan bir nöqtənin y-i 0'dır. X oxu üzərində olan nöqtənin y-i 0'dır. Y oxu üzərində olan nöqtənin x-i 0'dır. Deməli, biz x-lərin yerinə 0 yazırıq. Onda bunlar gedir 0'a. Qaldı 4, daha doğrusu uşaqlar. Bircə dəqiqə. OX oxu üzərindədir deyir. OX oxu üzərindəsə y-ə 0 yazdıq. Y-ə 0 yazırıqsa bura 0'a gedir, bir də bura 0'a gedir. Qalır yerdə 2 çıx m. Vurulsun x, çıxılsın 6 bərabərdir 0. O birisində qalır 3mx. Üstə gəl 2 bərabərdir 0. 2 çıx m vur x bərabərdir 6. X bərabərdir 6 bölünsün 2 çıx m. Sağ tərəfə baxırıq. Bərabərdir mənfi 2. X də bərabərdir mənfi 2 bölünsün 3m. Deməli, nə edirik? Bunları bərabərləşdiririk. Çünki bunlar kəsişir bir nöqtədə. Kəsişirsə onları bərabərləşdirib həll etməliyik. Çarpaz vuranda 6'nı 3m'ə vursanız eləyəcək 18m bərabərdir mənfi 4 üstə gəl 2m. Oradan alacaqsınız 2m'i çıxsanız 18m'dən 16m bərabər mənfi 4. M də bərabərdir mənfi 4 böl 16. İxtisar etsəniz mənfi 1 bölünsün 4. O da mənfi 0,25.
Mənfi 0,125 də olur C variantında. 14-cü sualla davam edirik. Deyir ki, funksiyanın qrafiki koordinat başlanğıca nəzərən simmetrikdir. Koordinat başlanğıca nəzərən simmetriyada uşaqlar x və y koordinatları əksinə dəyişir. İşarələrin əksinə dəyişir. Yəni siz x-in yerinə mənfi x, y-in yerinə isə mənfi y yazmalısınız, əksin yazmalısınız. Koordinat başlanğıcına nəzərən simmetriyada x və y koordinatları əksinə dəyişir. Baxın, məsələn deyirəm. Məsəl üçün. Tutaq ki, bu 1-dir, bu da 2 nöqtəsi. 1, 2 nöqtəsi. 1, 2. Koordinat başlanğıcına nəzərən bunu simmetrik çevirmək o demək ki, bura qədər nə qədər məsafə varsa, həmin qədər keç o tərəfə. Keçən zaman koordinatlara baxanda görürsünüz nə baş verir. Bura olur mənfi 1, bura olur mənfi 2. Deməli, koordinatlar nə oldu? Əksinə dəyişdi. Məsəl üçün mənfi 1, mənfi 2-yə keçirdim də mən bunu. Hansısa bir x, y, koordinat başlanğıcına nəzərən simmetriyada mənfi x, mənfi y olur. Deməli, siz tənliyinizdə nə etməlisiniz? Y-in yerinə mənfi y yazmalısınız. X-in yerinə isə mənfi x yazmalısınız. Çıx 7. O zaman mənfi y bərabərdir 3x kvadratı çıx 9x çıx 7 və y bərabərdir mənfi 3x kvadratı üstəgəl 9x üstəgəl 7 şəklində olacaq. O da olur D variantı. 15-ci sualda deyir, funksiyanın hansının qrafiki absis oxuna nəzərən simmetrikdir. Uşaqlar, absis oxuna nəzərən simmetriyada, bunu qayda kimi yazın, OX absis deməkdir. Oxuna nəzərən simmetriyada çevrilir koordinatlar x mənfi y-ə. Yəni, x-ə nəzərən simmetriyadan söhbət yersə, onun x-i olduğu kimi qalır, nöqtənin y-ə əksinə dəyişir. Yəni, hər hansı bir nümunənin üzərində göstərim. Hansısa bir nöqtə var. Tutaq ki, yenə 1-2 nöqtəsini götürürəm. Mən bunu absis oxuna nəzərən simmetrik çevirirəmsə, əslində absisə qədər nə qədər gəlirəmsə, həmin qədər də aşağı düşməliyəm. Onda sənin koordinatın olur. Bax, yuxarıdakı koordinat 1, 2 idi. Aşağıdakı koordinat 1, mənfi 2. Gördünüz, x olduğu kimi qalır, y əksinə dəyişir. Deməli, mən nə edəcəm? Qrafikdə bütün x-lərin yerinə elə x yazacağım, amma y-in yerinə mənfi y yazacağım. Onda y-in yerinə mənfi y yazdım, amma qalan x-lər olduğu kimi qalır. O zaman nə olacaq hər tərəf mənfiyə vuranda? Mənfi 5x kvadratı üstəgəl 13x çıxılsın 4. O da eləyəcək B variantı. Bu şəkildə. Keçək 16-cı suala. 16-da mürəkkəb funksiyadır. F, Cx-i tapmalıyıq. F, Cx o demək ki, F funksiyasına baxırıq. Harada x görürüksə, onun yerinə Cx-in qiymətini yazırıq. Yəni, mənfi 3 vurulsun, x yox, 2x çıxılsın 1. Və üstəgəl 1-i də kənarlaşdırdıq. Cx-in qiymətini kopyaladıq. Bunu biraz açıb sadələşdirsək, mənfi 6x üstəgəl 3 üstəgəl 1 və biraz da qəşəng yazsaq, mənfi 6x üstəgəl 4. Deyir ki, bu ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxunu kəsmə nöqtəsi deyirsə, x-ə 0 verəcəksiniz. Ordinat oxu, yəni y oxunu kəsmə nöqtəsi x-ə 0 vermək deməkdir. X-in yerinə 0 yazanda cavabımız olur y yazaq da. Y-də olur 6 vur 0 üstəgəl 4, yəni 4. Koordinat kimi yazsanız birinci x-i sonra y yazmalısınız. X-i 0 tapmışsınız, y-i isə 4 tapmışsınız. Cavab B variantı. 17-yə baxaq. Fx düz xətti ordinat oxunu 0,8 nöqtəsində kəsir. 0,8 nöqtəsində kəsmək o demək ki, f funksiyası x 0 olanda cavabı 8 olur. Sonra deyir ki, bu yeni sualdır deyəsən uşaqlar, köhnədə yoxdur bu. Yeni. Sonra deyir, f(x) üstəgəl 6 düz xətti absis oxunu mənfi 7 0 nöqtəsində kəsir. O demək istəyir ki, x-in yerinə mənfi 7 yazanda mənfi 7 üstəgəl 6 bunun cavabı 0 olur. Sonra deyir ki, f(x) çıxılsın 2 düz xətti absis oxunu hansı nöqtədə kəsər? Uşaqlar, deməli, burada nə edək? f(x) üstəgəl 6, f mənfi 7.
fx üstəgəl 6 düz xətti isə absis oxunu -7. Yəni, bu demək ki, bir f funksiyası var, -7-də -6 qiymətini alır. Siz həmin fx funksiyasının özünü tapmalısınız. Bir bu verilib bizə, bir də bu verilib uşaqlar. Bunların ikisindən istifadə edirik. Düz xəttdən söhbət gedirsə fx bərabərdir, kx üstəgəl 5 şəklindədir. Deməli, bu koordinatları yerinə qoyuruq. X-in yerinə 0 yazanda, bax, yuxarıda 0,8 verilmişdi də. X-in yerinə 0 yazanda k vur 0 üstəgəl b, cavab 8 olur. Və X-in yerinə bu ikincidə -7 yazanda cavab -6 olmalıdır. K vur -7 üstəgəl b bərabərdir -6. Birinciyə fikir versək, k-nı 0-a vuranda 0, üstünə b gələndə 8 edirsə, b 8-dir. Bu b-nin 8 qiymətini aşağıda yazıram. K vur -7 üstəgəl 8 bərabərdir -6. K vur -7 bərabərdir -14. K bərabərdir 2. K-nı da tapdım, b-ni də tapdım. Fx-imi tapmış oluram. Fx-imiz olur. K-nın yerinə 2 yazanda burada yazacağıq. K-nın yerinə 2 yazanda 2x üstəgəl b-nin yerinə 8 yazdım. İndi bundan deyir 2-ni çıx. Fx çıxılsın 2. Fx çıx 2-ni hesablayıq. Yəni 2x üstəgəl 8 çıxılsın 2-nin cavabı. Bu eləyir 2x üstəgəl 6. Deyir bu düz xətt absis oxunu hansı nöqtədə kəsir? Bu düz xətt absis oxunu kəsir dediyi nöqtəni tapmaqdan ötürü bu düz xəttin cavabını bərabər eləməliyik 0-a. Yəni, bu ifadə 0 olmalıdır. Onda 2x bərabərdir -6, x də bərabərdir -3. X-i -3 olan nöqtədə x -3, cavabı isə 0. Çünki funksiya kəsir deyir, axı absis oxunu kəsirsə, onun y-nin yerinə 0 yazmalısınız. Cavabımız olur C variantı. Davam edirik 18-ci sualla. Fx və Cx funksiyalarının qrafiklərinə əsasən F2 lazımdır bizə, F5, bizdə F-3. 3 dənə nöqtə var ki, bu funksiyaların qrafikləri kəsişib həmin nöqtələrdə uşaqlar. Baxın, -3 nöqtəsində kəsişibdir F-lə C. Kəsişmə nöqtəsində onlar bir-birinə bərabər olmalıdır. F-3 bərabər olmalıdır C -3-ə. Sonra 2 nöqtəsində kəsişiblər o qrafiklər. Yəni, kəsişiblərsə F-in 2-dəki qiyməti C-nin 2-dəki qiymətinə bərabərdir. Eyni zamanda 5-də də kəsişiblər. İkisi 5 olan nöqtədə. Yəni, F-in 5-dəki qiyməti C-nin 5-dəki qiymətinə bərabərdir. Və bizə Cx funksiyasının cavabını da verib uşaqlar. Cx funksiyasının cavabı 2x üstəgəl 3-dür. İndi hesablayaq da C -3-ün cavabını hesaplamalıyam mən. C -3-ü hesaplamaq istəyirəmsə, bu Cx funksiyasında x-in yerinə -3 yazıram. 2-ni -3-ə vurub üstünə 3 gəlsəm -3 eləyəcək. X-in yerinə 2 yazıram. 2 vur 2 üstəgəl 3. Cavab 7. 5 yazıram yerinə. 2 vur 5 üstəgəl 3. Cavab 13 olacaq. Deməli, bizə deyir ki, F2-dən F2 ilə C5-i topla və F-3-ü çıx. İndi biz F2-nin cavabını tapdıq 7. Çünki F2 elə C2-yə bərabər idi. Üstünə C5-in cavabını gəlməliyəm 13. Çıxmalıyam F-3-ün cavabını. Yəni -3-ü. O da eləyəcək 20. Üstəgəl 3. Cavab eləyəcək 23. 19-cu suala baxaq. Eyni ilə 2 dənə qrafik Fx və Cx kəsişib. Kəsişmə nöqtələri göstərilib bizə. Baxın, bu nöqtədə, bir də 7 nöqtəsində kəsişiblər. Kəsişmək o demək ki, funksiya Fx-in -1-də aldığı qiymət Cx-in aldığı qiymətlə bərabərdir. Sonra F-in 3-də aldığı qiymət C-nin 3-də aldığı qiymətə bərabərdir. Eyni zamanda F-in 5-də yox, 7-də aldığı qiymət 7 nöqtəsində kəsişib axı. C-nin 7-də aldığı qiymətə bərabərdir və Cx düz xəttinin koordinat düsturunu verib bizə 2x üstəgəl 5. Deməli, C -1 deyir. X-in yerinə -1 yazacağım burada.
2 vur -1 üstəgəl 5 olacaq 3. C3'ü soruşur. 2 vur 3 üstəgəl 5 11. C7'ni soruşur. 2 vur 7 üstəgəl 5 o da eləyir 14'ün üstünə 5 gəndə 19. Və bizə deyir ki F7 çıx C3 üstəgəl F-1'i tap. F7'nin cevabı nə tapmısınız? F7'nin cevabı 19'dur. Çıx C3. C3'ü nə tapmısınız? 11. Üstəgəl F-1. F-1'i nə tapmışıq? 3 tapmışıq. Üstəgəl 3. O eləyəcək 8 üstəgəl 3 11. Və keçirəm 20-ci suala. 20-ci sualda baxıb nələri görürük uşaqlar? Bizə lazımdır. Nələr lazımdırsa onlara baxaq. F, C 0 yazıb. Bir də C, F2 yazıb. İlk öncə mən tapmalıyam C-nin 0'dakı qiyməti. Yəni C funksiyasına baxırıq. C funksiyası budur. C funksiyası x 0 olanda hansı qiyməti alır? X 0 olanda alır. Baxın gedirsiniz, alır bu qiyməti 6'nı. X 0 olan nöqtə. Deməli buranın cavabı 6'dır. O elədi F6. Sonra üstəgəl F2'ni mən tapmalıyam. Baxın burada F2 yazıb. F funksiyasına baxıram. F funksiyasını yaşılla işarə edirəm. Və mənə F2 lazımdır. Yəni F funksiyasının 2'də aldığı qiymət. F'in 2'də aldığı qiymətə baxın. 3. Deməli bu hissənin cavabı 3'dür. Onda o hissənin yerinə 3 yazanda C3 yazısı yaranır. İndi bir də F funksiyasına baxıb 6'nı tapmalıyım. F yaşıl funksiyadır. Yaşıl funksiyada x'in yerinə 6 qoyanda cavab neçə olub? 5. Deməli bu hissənin cavabı oldu 5. Üstəgəl C3'ə baxmalıyam. C funksiyası qırmızı funksiyada x'in yerinə 3 qoyanda nə alınır? Ona baxırıq. Cavabımız 4 alınır. O da eləyir 9. Deməli funksiyanın cavabı, ifadənin cavabı 9. 21-ci sualla davam edirik. Deyir ki fx kvadratı və gx düz xətti verilibdir. Bunlara əsasən f-2, c3 və c8'i tapın uşaqlar. Birinci cx funksiyasına baxıram çünki daha rahatdır. Cx funksiyası verilib x üstəgəl b. Biz bilirik ki düz xətlər kx üstəgəl b şəklində işarə olunurdu. Bunun k'sı 1'dir. B isə sərbəst hədd. Sərbəst hədd y oxunu kəsmə nöqtəsini bildirir. Baxın. Bu düz xətti y oxun 2'də kəsib. Deməli b'miz 2'dir. B bərabərdir 2. B əgər 2'dirsə onda sizin düz xəttiniz x üstəgəl 2 düz xətt olur. Deməli cx-i tapdıq x üstəgəl 2. Bununla problemimiz yoxdur. Sonra nəyə baxırıq? Bizə lazımdır 2 nöqtəsində onlar kəsişib. Baxın x-i 2 olan nöqtədə kəsişiblər. Kəsişmək o demək ki ax kvadratı bərabər olub. Gəlin belə yazaq da. Fx bərabər olub cx-ə hansı nöqtədə? X-i 2 olan nöqtədə. Fx-in qiyməti ax kvadratıdır. Cx-in qiyməti x üstəgəl 2'dir. X-in yerinə 2 yazmalısınız. X-in yerinə 2 yazanda a vur 4 bərabər 2 üstəgəl 2. Yəni 4a bərabərdir 4, a bərabərdir 1 olur. A-mızı tapdıq. A-nı tapandan sonra onda sizin fx funksiyanızın düsturu ax kvadratı yox. A-nın yerinə 1 yazanda 1 vur x kvadratı olur. Yəni x kvadratı. İndi hər şey məlumdur. Cx də məlumdur, fx də məlumdur uşaqlar. Bizə deyir f-2. F-2. F funksiyası x kvadratıdır. X-in yerinə -2 yazıb kvadrata yüksəldəndə 4. Sonra c3 lazım olacaq. C funksiyası x üstəgəl 2 funksiyasıdır. X-in yerinə 3 yazırsınız. 3 üstəgəl 2 bərabərdir 5. C8. X-in yerinə 8 yazacağım həmin funksiyada. 8 üstəgəl 2 bərabərdir 10. Belə. Və indi mənə deyir ki f-2, yəni 4 üstəgəl 3 vurulsun c3, yəni 5, çıxılsın c8, 10. 19'dan da 10 çıxanda cavabım edir 9.
Bu şəkildə işləyirsiniz uşaqlar. Yəni baxıb oxumağı bacarmalısınız, qrafikləri oxumağı bacarmalısınız ki, orada nə deyir? Kəsişmə nöqtəsi varsa kəsişmə nöqtəsini təyin etməlisiniz. Düz xətti Y oxunu kəsirsə, o demək ki, onun D-si kəsmə nöqtəsidir, sərbəst həddir, yəni. 22-ci sualla davam edəcəyik. 22-ci sualla davam edirik. Deməli, 22-ci sualda fx funksiyası və cx funksiyası 2 nöqtədə kəsişir. Kəsişmə nöqtələrindən biri 2-dir. Yəni, x-i 2 olan nöqtə. Yəni, ax kvadratı funksiyası x üstəgəl b funksiyasına x bərabər 2 nöqtəsində bərabər olur. Yəni, bir-biri ilə kəsişir. Uşaqlar, bu cx funksiyası x üstəgəl b yazıb. Biz bilirik ki, düz xətlərdə B sərbəst həddir. Düz xəttin Y oxunu kəsmə nöqtəsini bildirir. Yəni, B-miz 2-dir. B-nin yerinə 2 yazacağım. B-nin yerinə 2 yazdıq. X-in də yerinə 2 yazırıq. A vurulsun 2-nin kvadratı bərabərdir. 2 üstəgəl B-nin də qiyməti 2 idi. Deməli, A vur 4 bərabərdir 4 olur. Buradan A-nı 1 alırıq. A1-dirsə fx funksiyasının onda ifadəsində yerinə qoysaq A-nın qiymətini 1 vur x kvadratı elə x kvadratı olur. 1 vur x kvadratı, yəni x kvadratı. İndi bizə cx-in də x üstəgəl b olduğu verilmişdi. B-nin qiyməti 2-dir, çünki 2-də y kəsmişdi. Bunlar biləndən sonra f-1-i tapmalıyam, c2-ni tapmalıyam və c0-ı tapmalıyam. f-1, f funksiyasına baxırıq, x-in yerinə -1 yazırıq. Baxın burada. -1 yazanda bu 1 olur. C funksiyasına baxıb x-in yerinə 2 yazırıq. Bu 4 olur. C0 tapmalıyam. X-in yerinə 0 yazıram. Bu da olur 2. Deməli belə. İndi bizə deyir ki 2 f-1 üstəgəl 2 c2 çıx c0-ın qiymətini hesablayın. 2 vurulsun f-1 1-dir. Üstəgəl 2 vurulsun c2-nin qiyməti 4-dür. Çıxılsın c0-ın qiyməti isə 2. Bu da olacaq 2 üstəgəl 8 çıxılsın 2 bərabərdir 8-ə. 2-lər gedir 8. 23-cü suala davam edirik. 23-də deyir ki, f, cx funksiyasının absis oxunun müsbət istiqamətli əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapın. Fx funksiyası verilibdir bizə. İndi bizə deyir f, cx-i tap. F, cx-i tapmaq, f funksiyasında harda x görürsünüzsə yerinə cx-in qiymətini yazmaq deməkdir. 2 vur x yox, cx-in qiyməti. Üstəgəl 3 bərabərdir. Bu da olur -2 vur. Cx-in qiyməti uşaqlar verilib 2-də 1 x çıxılsın 1. Üstəgəl kənardakı da 3-ü yazırıq. Və -2-ni mötərizənin içərisində çarpaz vursam 2-nin 2-də 1 ixtisar edib -x qalar. -2-ni -1-ə vursam müsbət 2. Kənarda üstəgəl 3. Olur -x üstəgəl 3. -x -1x deməkdir. Absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq k bərabərdir tangens alfaya. Bizdə k bucaq əmsalıdır uşaqlar. Baxın, heç nə yox idi də burada. Heç nə yoxdursa onun əmsalında 1 dayanır. Qarşısında da mənfi varsa -1. Tangens alfa -1 olmaq deməkdir. Tangens 1-i harda alırdı? 35 dərəcədə. Amma -1-i alırsa 35-in qonşusunda. Yəni 180 çıxılsın 35 yazacaqsınız. O da eləyəcək 100. Daha doğrusu 35 niyə deyirəm? 1-i alır 45 dərəcədə tangens. -1-i alır 45-in qonşusunda. Yəni 180 çıxılsın 45-də 135 dərəcədə. Qonşu bucaqların tangensləri əks ədədlərdir. Yadınızda saxlayın. Əgər tangensin cavabı mənfi verilibdirsə, siz onun müsbət qiymətini hansı dərəcədə alır tapırsınız. Məsələn, 1-i alır 45-də onu bilirsiniz. -1-i almaqdan ötürü 45-in qonşusunu tapmalısınız. 180 çıx 45, 135. 24-cü suala baxırıq. Fx düz xətti ordinat oxunu 0,6 nöqtəsində kəsir. O demək ki, f 0-da 6 qiymətini alır. Sonra f x çıxılsın 4 düz xətti absis oxunu -5 0-da kəsir. Bu demək ki, x-in yerinə -5 yazanda cavabı 0 olacaq. X-in yerinə -5 yazsam gətirib onda f -9 olur da bərabər olur cavabı 0-a. X-in yerinə, y-in yerinə qiymətlərin yazırıq. Fx düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi
fiqurun sahəsini tapın. Baxaq. İndi bizim bir fiqurumuz var. Fiqur yaratmaqdan ötürü düz xətti keçirməliyim. Fx funksiyası 0,6 nöqtəsindən keçir. Yəni x 0 olanda y6 olacaq. Buradan keçir 0,6 nöqtəsi. Bir də f -9 0. Yəni x -9 olanda, yox bu 0,6'nı düz yazmadım. X'i 0 olanda y6. Baxın. Aşağıdakı isə x -9 olanda y 0 deməkdir. X 0 olanda y6 buradadır. X -9 olanda y 0 buradadır. Baxın, nöqtələr bunlardır. Şimdi bu nöqtələrdən keçən bir dənə düz xəttimiz var. Düz xətt burada bir dənə üçbucaq yaradır. Həmin fiqurun, yəni üçbucağın sahəsini istəyir. Üçbucaq, düzbucaq, üçbucaq olduğu üçün katetləri hasilinin yarısı. Katet uzunluq olaraq baxsaq, bura uzunluq olaraq 6'dır. Aşağıya baxsaq, -9'dan bu 0'a qədər uzunluq olaraq 9 vahid olduğu üçün 9'dur. Yəni 6 vur 9 bölünsün içine hesaplamalıyıq. Onun da cevabı olur 27. Yeni sual uşaqlar, bu sual köhnə topumuzda yoxdur. 25-ci sualla davam edirik. Uyğunlaşdırmadır. 1, 2, 3. Baxaq. Düz xətləri. Birincinin K'sına baxaq 5, ikincinin də K'sı 5'dir. B'lər fərqlidir. K1 K2'ye bərabər olarsa düz xətlər paraleldir demişik. Bu düz xətlər paraleldir. C variantı 1'ə uyğundur. İkincisinə baxaq. Düz xəttin birinin K'sı 3'dür. Birində bucaq əmsalı 2'dir. K1 K2 ilə fərqlidirsə, bunlar kəsişən düz xətlərdir uşaqlar. Düz xətlər kəsişir. Yəni A variantı 2'yə uyğundur. 3'ə baxaq. Bunu sadələşdirsək, baxın bunun cavabını sadələşdirib burada yazıram uşaqlar. 2x'i 2'yə böləndə x, 6'nı da 2'yə böləndə 3. X üstəgəl 3. X üstəgəl 3, bu da x üstəgəl 3. Bunların həm K'ları bərabərdir, həm B'ləri bərabərdir. Həm K'ları, həm B'ləri bərabərsə o düz xətlər üst-üstə düşür. Üst-üstə düşür, buna da uyğundur D variantı. Qalanları bizdə uyğun deyil. Absis oxu ilə kör bucaq əmələ gətirmək K'nın mənfi olmağı deməkdir. Bizdə heç birində bucaq əmsal mənfi deyildi. Koordinat başlanğıcından keçir. O demək ki, B'ləri 0'dır. Yəni sərbəst həddi yoxdur. Bizdə də elə bir düz xətt yoxdur. Hamısının sərbəst həddi var. Deməli 1C, 2A, 3 D şəklində olacaq. 26-cı sualla davam edirik. Kx üstəgəl B funksiyasının qrafiki bu nöqtədən keçir. 0,4 nöqtəsindən keçir və nöqtələrindən keçən düz xəttə paraleldir. KB hasilini tapın. Y bərabərdir Kx üstəgəl B keçir 0,4'dən. Yəni bu demək istəyir ki, x'in yerinə 0 yazanda y 4 olur. Bu o deməkdir ki, 4 bərabərdir K vur 0 üstəgəl B. K'nı 0'a vuranda 0, B'nin 4 olduğunu alırsınız. K'nı buradan tapa bilmirik. K üçün əlavə bir şey lazımdır. Bizim başqa bir düz xəttimiz var. Ona da K2x üstəgəl B2 deyək. Bizə deyir ki, həmin düz xətt keçir 1, -3 və -3, 5 nöqtələrindən. Və bu nöqtədən keçən düz xəttlə bu birinci düz xəttimiz paraleldir. Paralellik şərti odur ki, buna K1 yazaq da uşaqlar. Bu birincinin K1'i ikincinin K2'sinə bərabərdir. Yəni bucaq əmsalları bərabərdir. K'nın düsturu var idi. 2 nöqtədən keçən düz xəttin bucaq əmsalı. Y2 çıx Y1 bölünsün x2 çıxılsın x1 bərabərdir. Y-ləri çıxacaqsınız. Baxın məsələn bu x1 Y1 olsun. Bu da x2 Y2 olsun. 5 çıxılsın -3 bölünsün -3 çıxılsın 1. Yuxarı 8, aşağı -4 və 8'i -4'ə böləndə -2 olacaq. Deməli K'lar da bərabər olduğu üçün birinci düz xəttin K'sı da -2'yə bərabər olacaq. Bizdən soruşmuşdu K vurulsun B hasilini tapın. Cavabımıza baxaq. K vur B hasili. K'nı -2 düz tapdıqmı? Y2 5 çıx -3 K vurulsun B hasilini bizdən istəyib.
K -2, B 4, cavab -8. Belə. Keçirik 27-ci suala. Deyir ki, bu funksiyaların qrafiklərinin əmələ gətirdiyi qapalı fiqurun sahəsini hesablayın. Məsələni qrafikləri çəkərək alınan fiqurun sahəsi düsturundan istifadə etməklə həll edin. Çəkək qrafiklər uşaqlar. Qrafikləri bir koordinat sistemində çəkməliyik. Birincisi modul qrafikdir. Biz bilirik ki, modul qrafik V hərfində şəklindədir. İndi bizdə təpə nöqtəsini tapmalıyıq ilk öncə. Deməli, mötərizənin modulun için sıfıra çevirən ədədi axtarırıq. X çıx 3'ü sıfıra çevirən X 3'dür. Deməli, təpə nöqtənin X'i 3 olacaq. X'in yerini 3 qoyanda cavabınız 5 olur. Bax, sizdə modul qrafikin təpə nöqtəsi yerləşəcək burada. Qollarda aşağı olacaq, çünki qarşısında mənfi var. Amma bu qrafik X oxunu kəsir uşaqlar. Həmin X oxunu kəsmə nöqtəsini tapmaq istəyirsinizsə, bu X oxunu kəsmə nöqtəsini tapanda Y-ə 0 verməlisiniz. Y-ə 0 verib həll edirik. Yəni F-X-ə 0 deməlisiniz. Mənfi modulda X çıx 3 üstə gəl 5 bərabərdir 0. Mənfi modulda X çıx 3 bərabərdir -5. Mənfilər gedir hər tərəfdən X çıx 3 bərabərdir 5. Bu tənliyi necə həll edirdik? Bir dəfə götürüb olduğu kimi, bir dəfə isə əksinə. Birincidə X-i 8 tapırıq, ikincidə X-in -2 tapırıq. Deməli, bizdə X oxunu kəsəcək bir -2 nöqtəsində qrafik. Bir də kəsəcək 8-də 3, 4, 5, 6, 7, 8. Baxın, belə bir qrafikimiz var. Modul funksiyanın qrafikində formaca bilməlisiniz də necə bir qrafikdir. 8'dim, biraz uzatmalıyam. Yaxşı olmadı axı. Nəsə belə saxlayaq. Deməli, bu bizim birinci modul. İkinci modulun təpə nöqtəsinə baxırıq. Modulu sıfıra çevirən X-imiz 3'ə bərabərdir. X-in yerinə 3 qoyunda cavab edir -5. 3, 4, 5. Baxın, belə bir qrafik. Və yenə də bunun X oxu ilə kəsişmə nöqtəsini götürüb həll etsək, Y-ə 0 deməliyik. Yəni G-X-ə 0 deməliyik. Bu ifadə bərabərdir 0 olsa, modul X çıxılsın 3 bərabərdir 5. Yenə bayaqki tənliyə gəlir. Yəni X çıx 3'ü bir dəfə 5'ə, bir dəfə də X çıx 3'ü -5'ə bərabər etməliyik. Birində X 8, birində -2. Deməli ki, uşaqlar, X oxunu ikisi də eyni yerdə kəsir. Bu isə qolları yuxarı yönələn moduldur. Çünki modulun əmsalında müsbət bir işarət var. Yəni heç bir işarət yoxsa müsbətliyi bildirir. Belə bir fiqur alırsınız, 4 bucaqlı alırsınız. Bunun sahəsini soruşur. Diagonalları verilən 4 bucaqlının sahəsini tapmaq üçün S bərabərdir 2D1, D1, D2 sinus alfa düsturundan hesablanır. Amma burada 90 dərəcə olduğu üçün sinus 90 dərəcədə 1'ə bərabərdir. Yəni 2D1, D1, D2 yazacaqsınız. Diagonalların uzunluğuna baxırıq. Birinin uzunluğu buradan bura qədərdir. Həmin uzunluq bu 5 ilə -5'in arasındakı məsafəni bildirir. 5 vahid yuxarı, 5 vahid aşağı 10 vahid deməkdir uzunluq olaraq. İkinci diagonala baxsaq isə -2'dən müsbət neçəyə qədərdir ora? 8'ə qədər. 8'də kəsmişdi də. 2 vahid burada var məsafə. 8 vahid burada, deməli 10 vahid. Ya da ki 8 çıx -2 kimi də həll edə bilərsiniz. Cavabınız olacaq 50. Deməli, fiqurun sahəsi olduğu 50 kvadrat santimetr. Keçirik 28-ci suala. Y bərabərdir. Modulda X çıx 1 üstəgəl 2 funksiyasının qrafiki Y bərabərdir 8 düz xəttinin əmələ gətirdiyi qapalı fiqurun sahəsini tapın uşaqlar. Bunları çəkməliyik. Çəkməliyik ki, görək orada hansı fiqur yaranır. Deməli, X çıx 1 üstəgəl 2.
Modul funksiyadır. Birinci təpə nöqtəsi müəyyən etməlisiniz. Yəni bu modulun içərisini sıfıra çevirən ədədi tapırsınız. X çıx 1-i sıfıra çevirən ədəd x-in 1 olduğu nöqtədir. X 1-dir. X-in yerinə 1 yazıb cavabı hesaplasanız 1 çıx 1 modulda üstəgəl 2 cavab olacaq 2. Deməli təpə nöqtənin modulun təpə nöqtəsinin qrafiki 1 2 nöqtəsidir və qolları yuxarı yönələn bir funksiyadır. Qolları yuxarı yönələn modul funksiya V şəklində olacaq. Biraz daha qəşəng çəkək. Belə bir şəkildə fiqurdur. Və bu y bərabər 8 düz xətti ilə kəsişir. Y bərabərdir 8 düz xətti də y oxunda 8-dən keçən təqribi bura 8 yazıram və x-ə paralel olan sabit bir funksiyadır. Çünki k-sı yoxdur, k sıfırdır. K sıfır olan düz xətlər x oxuna paralel olur. Bu fiqurun sahəsini tapmalıyam. O fiqurun sahəsi fiqur üçbucaq olduğu üçün üçbucağın sahəsini tapanda mən 2də 1 tərəf və tərəfə çəkilən hündürlüyün hasilindən hesablayacağım. Deməli, tərəfin oturacaq kimi mən buranı götürəcəm və bura çəkilən hündürlük də bu parça olacaq. Parçanın uzunluğu hündürlüyün uzunluğu 2-8 arası məsafəyə bərabər olduğu üçün uşaqlar 2-dən 8-ə qədər 6 vahid var da. Hündürlüyün 6 olduğunu tapıram mən. Qalır ki, tərəfini tapım. Buradan bura qədər AB məsafəsini tapım. Bunun üçün də bu A-da və B-də iki funksiyanın qrafiki kəsişib. O kəsişmə nöqtəsinin koordinatlarını tapmalıyam. İki funksiyanın qrafikinin kəsişmə nöqtəsini tapmaq üçün onları bərabərləşdirib həll etməliyəm. Burada alıram 8-dən 2 çıxanda 6. Modulu 6-ya bərabər olan 2 dənə ədəd var. Ya modulun içi 6-dır, ya da modulun içərisi -6-dır. Birinci tərəfdə alırıq x-i 7, ikinci tərəfdə alırıq x-i -5. Deməli ki, bu burada x-i -5 olan nöqtədir. Biri də x-i 7 olan nöqtədir. İndi həmin oturacağın uzunluğu, uşaqlar AB parçası. Bax, bu -5 ilə 7 parçasının 7-yə qədər olan parçanın uzunluğuna bərabərdir. O uzunluğu da tapanda 5 vahid burada var, 7 vahid burada sağ tərəfdə. Deməli, 12 vahid məsafə var. AB parçası 12-yə bərabər olduğunu alırıq. 7 çıx -5 də yaza bilərsiniz. 7 çıx -5, yəni 12. Deməli, üçbucağın oturacağı 12-dir. 12-yə çəkilən hündürlüyün uzunluğu isə 6-dır. Onda yekunda cavab, bunları ixtisar etsək, qalacaq 36. Bu yeni sualdır, köhnə topluda. Mən səhv etmirəmsə yox idi. Və eyni funksiya 29-da da. Eyni cür gedəcək uşaqlar. Birinci modul funksiyanın təpə nöqtəsinin koordinatlarını müəyyən etməliyik. Modulda x çıx 2-ni sıfıra çevirən ədədi tapırıq. O x-imiz 2 olduqda sıfıra çevrilir. X-in yerinə 2 qoyduqda isə ümumi cavabı hesablayırıq. Ümumi cavabımız olur 3. Yəni 2-3 nöqtəsi modul funksiyanın təpə nöqtəsini bildirir. Modulun qarşısında əmsal müsbət olduğu üçün modul qolları yuxarı yönələn bir modul funksiya olacaq. Qolları yuxarı yönələn modul funksiya deyir y bərabər 7. Y bərabər 7 düz xəttdir uşaqlar. 7-dən keçib absis oxuna paralel olan bir düz xətt, yəni sabit funksiyanı bildirir k-sı 0 olduğu üçün. Burada yaranan qapalı fiqurumuz bu üçbucaqdır. Üçbucağın sahəsini bizdən istəyir. Üçbucağın sahəsini tapmaq üçün tərəf və tərəfə çəkilən hündürlükdən istifadə edəcəm. Bunun hündürlüyü aydın məsələ ki görünür. Baxın, bu parçanın uzunluğu ilə bu parçanın uzunluğu eynidir. 3-dən 7-yə qədər olan məsafə, yəni 4-ə bərabərdir hündürlük. Qaldı ki, tərəfin uzunluğunu necə tapaq? Ondan ötürü A və B nöqtələrinə baxmalıyıq. Onların ikisinin arasındakı məsafə ölçülməlidir. A-da və B-də bu iki funksiyanın qrafiki kəsişib. Qrafiklər kəsişibsə, onların bərabərləşdirərək kəsişmə nöqtəsinin koordinatlarını tapırıq. Deməli, x çıxılsın 2 ya 4-ə bərabərdir, ya da x çıxılsın 2 -4-ə bərabərdir. Birincidə x-i 6 alırıq, ikincidə x-i -2 alırıq.
Deməli, -2, burada baxırıq 6. Deməli, bunların ikisinin arasındakı məsafə 6 vahid buradan, 2 vahid də sol tərəfdən cəmi 8 vahid edir. Deməli, AB parçasının uzunluğu 8-ə bərabərdir. Yəni, üçbucağın elə bilin oturacağı 8-ə bərabərdir. Üçbucağın sahə düsturu 2-də 1, AHA düsturuna əsasən oturacağın uzunluğu 8, 8-də çəkilən hündürlük 4 olduğu üçün sahəmiz olacaq 16. Və keçirik 30-cu suala. Funksiyalarının qrafiklərinin kəsişmə nöqtələrində, digər iki təpəsi isə bu funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini tapın. İlk öncə bunların kəsişmə nöqtəsinin koordinatlarını gəlin tapaq, sonra onları koordinat sistemində qurarıq. Uşaqlar, deməli, iki funksiyanın kəsişmə nöqtəsinin koordinatlarını tapmaq üçün onları bərabərləşdirib həll etməliyik. Modulda x üstəgəl 6 bərabərdir modul x çıxılsın 4. Modul x-ləri keçirsən bu tərəfə 2 dənə mənfi modul x bərabərdir 6-nı sağ tərəfə keçirsən mənfi 10. Hər tərəfi mənfi 2-yə bölsəm modul x 5-dir. Modul x 5-dirsə x 5 bir də x bərabər mənfi 5 olan nöqtədə kəsişəcəklər. Amma bunların y-lərini də gərək görək. Deməli, uşaqlar, birinci qrafikimizə baxsaq, birinci qrafikimiz qolları aşağı yönələn moduldur. Çünki modulun qarşısında mənfi var və üstəgəl 6 deyirsə bunun sərbəst həddi 6-dır. 6 onun y oxunda təpə nöqtəsinin altda yerləşdiyini bildirir. Yəni modulu 0-a çevirən x elə 0-dır. X-in yenə 0 qoyanda cavab 6 olduğu üçün belə 6-dan keçən və qolları aşağı yönələn bir modul funksiyadır. Digərinə baxsanız isə modul x çıxılsın 4 deyir. Deməli, modul x V hərfi şəklindədir, amma onun təpə nöqtəsi müəyyən etsək, modulun içərisini 0-a çevirən x elə 0-dır. X-in yerinə 0 qoyanda cavab mənfi 4 olur. Ona görə mənfi 4-dən keçən bir moduldur. Belə bir qrafik olacaq. Və bunların kəsişmə nöqtəsinin koordinatları düşür biri mənfi 5-ə, biri isə bunu simmetrik çəkməliyəm, biraz qəşəng çəkmədim sağ tərəfdəki. Biri isə düşür 5-ə. Bu funksiyanın sahəsini yerləşən qapalı fiqurun sahəsini soruşur. Diaqonallarla sahə düsturundan istifadə edəcəm. Diaqonalın birinin uzunluğu uşaqlar. Baxın, 6-dan düstur belə idi. 2-də 1, D1, D2. Diaqonallar perpendikulyar olacaq. Baxın. Diaqonalın birinin uzunluğu bu 6 mənfi 4 arası parçadır. 6 vahid yuxarı, 4 vahid aşağı düşdüyü üçün uzunluq 10'dur. Digər diaqonal isə bu mənfi 5 ilə 5 arasındakı parçaya uyğundur. Bax, buradan bura qədər. Parçaya uyğundur, fikir verin. Yəni, uzunluğu 5 və mənfi 5-in arasıdır. 5 vahid sol tərəf, 5 vahid sağ tərəfə gedəndə bunun uzunluğu da yenə ona bərabər olmuş olur və sahəmiz olur 50 kvadrat santimetr. 31-ci sualla davam edirik. Yenə də uşaqlar bunların ilk öncə kəsişmə nöqtələrindən bəhs etdiyi üçün kəsişmə nöqtələrinin koordinatlarını tapaq. Deməli, modulda x-i sol tərəfə keçirdəndə 2 dənə mənfi modulda x yaranacaq. 8-i sağa keçirdəndə 14, modulda x bərabərdir 7 olacaq. Modul x 7-dirsə x ya 7-dir ya da mənfi 7-dir. Bu mənfi 7-ni aşağıda yazın. Çünki sağ tərəfdə qrafik quracağım. Deməli, bizim 2 dənə modul funksiyamız var uşaqlar. Modulun formasını bildik, V şəklindədir. Birinci modula baxsaq, modulun içərisini 0-a çevirən ədəd 0-dır. X-in yerinə 0 yazanda cavab 8-i bildirir. 0-8 nöqtəsindən keçəcək. Modul özdə qarşısında mənfi olduğu üçün qolları aşağı yönələn bir modul olacaq. İkincisinə baxsanız,
Modul x çıxılsın 6 deyir. X-in yerinə 0 yazırsınız. Çünki modulu 0-a çevirən ədəd 0-dır. X-in yerinə 0 yazanda cavab -6 olduğu üçün -6-dan keçən bir moduldur. Bu keçəcək belə. Bunların kəsişmə nöqtələri var. İkisi deyir kəsişir hansı koordinatda? -7 nöqtəsində bunu tapmışdıq. Bir də 7 nöqtəsində. Burada yaranan qapalı fiqurun sahəsini istəyir bizdən. Qapalı fiqurun sahəsi 2D1, diagonallar verilibsə D1, D2 və diagonallar perpendikulyardır da uşaqlar. D1, D2, bir də sinus alfanı yazmıram mən. Çünki sinus 90 dərəcədə 1-ə bərabərdir. Baxın. Belə bir fiqur olacaq. Bunların arasındakı diagonalların arasındakı bucaq 90 dərəcədir. Söhbət bu fiqurun diagonallarından gedir. Diagonalların arasındakı bucaq 90 dərəcədir. Bir də onu yazmırıq. 2-də 1 vurulsun. Diagonalın uzunluğunun biri 8 -6 parçasıdır. Yəni 8 vahid yuxarıda, 6 vahid aşağıda, ümumi uzunluq 14-dür. Digəri isə -7-dən 7-yə qədər olan bir parçadır. 7 vahid sol, 7 vahid sağ, onun da uzunluğu 14 edəcək. Burada 2 ilə 14-ü ixtisar edin 7. 7-ni də 14-ə vuranda cavabınız olsun 90. 32-ci sualda deyir ki, B parametrinin hansı ən kiçik tam qiymətində bu funksiyanın qrafiki 3x çıx B funksiyasının qrafiki ilə kəsişmir. Uşaqlar, normalda iki funksiyanın qrafikinin kəsişmə nöqtəsini tapanda onları bərabərləşdirib həll edirik biz. Düzdürmü? İndi burada deyir ki, kəsişmir. Kəsişmirsə, demək ki, bunlar heç vaxt bir-birinə bərabər olmur. Ya da ki, belə deyə bilərik. Bunlar bir-birinə bərabərdir yazırıq, amma bunun tənlik kimi baxdıqda kökü yoxdur. Kökü yoxdur. Bax, bu tənliyin kökü yoxdur işləməliyik biz. Hamısını keçirdirik bir tərəfə. 3x sol tərəfə keçəndə -5x ilə birlikdə -8x edir. B keçir sol tərəfə olur müsbət B. -7 öz yerində. Kvadrat tənliyin nə vaxt kökü yoxdur? Diskriminant mənfi olduqda. Diskriminantın düsturu B kvadratı çıx 4AC idi. Yazmalıyıq 0-dan kiçikdir. ABC də deyəndə nə nəzərdə tutulur? A birinci əmsal idi, B ikinci əmsal, C x-dən sonra dayanan. X-dən sonra dayanan nə varsa hamısı birlikdə C'dir. B-nin kvadratı 8-in kvadratı çıx 4 vur A vur C, yəni B çıx 7. Kiçikdir 0-dan. -4 vurulsun B çıx 7, kiçikdir 64-ü sağ tərəfə keçsəm -64. Hər tərəfi -4-ə ixtisar etsəm 16 burada olacaq. Mənfiyə böldüyüm üçün bərabərsi işarəsi əksinə dəyişib B 23-dən böyük olacaq. B-nin də ən kiçik qiymətini, tam qiymətini soruşduğu üçün 23-dən böyük ədədlərin içində ən kiçik 24-dür, cavab 24 olacaq. Və sonuncu sualımıza, həm başlığın sonuncu sualına, həm də ümumi funksiyalar bölməsinin sonuncu sualına baxırıq. A-nın hansı qiymətində funksiyanın qrafikinin təpə nöqtəsi funksiya paraboladır. Gəlin bu parabolanı köçürdüm. AX kvadrat üstə gəl 2AX üstə gəl 3A çıx 9. Bu funksiyanın təpə nöqtəsi y bərabər 3x üstə gəl 10 tənliyi ilə verilmiş düz xəttin üzərindədir. Təpə nöqtənin koordinatını x0, y0 ilə təyin edirik uşaqlar. X0-ın düsturu nə idi? Mn dediklərimiz. M budur. Bəzi ədəbiyyatlarda Mn yazırsınız. Y0-ın düsturu mənfi diskriminantı, yəni 4AC çıx B kvadratı bölünsün 4A. Bax, buna uyğun indi biz düsturları yerinə qoyub hesablayaq. Mənfi B deyəndə x-in əmsalını əksinə götürün demək istəyir. Yəni 2A-nı əksinə götürürük. Bölünsün, 2 vurulsun A. Elə A-nın yerində də A dayanır. Baxın, bu A-dır, bu B-dir, bu da C-ni bildirir. Yəni birinci əmsal, ikinci əmsal, üçüncü əmsal. Bu etdi -1. İndi Y-ə baxıram. Y-də 4 vurulsun A-nın yerinə elə A, vur C. C 3A çıxılsın 9'dur. Çıx B'nin kvadratı 2A'nın kvadratı olacaq 4A kvadratı bölünsün 4A. Sadələşdirək uşaqlar. 4A bu 4A'dır. Vurmalıyıq 3A çıxılsın 9'a. Çıx 4A kvadratı. Vurub açıb birbaşa da yaza bilərdik. 4A'nı ortaq vuruq çıxarda bilərik. Gəlin çıxardaq.
4A-nı ortaq vuruq çıxardanda 3A çıx 9 çıx. Bunu 4A-ya böləndə yerində yalnızca A qalır. Bölünsün 4A. İxtisarlar gedir. Mötərizənin içərisində 3A-dan A-nı çıxanda 2A çıxılsın 9. Deməli, bizim koordinatlar cütü x0, y0 kimi işarə olunur. Təpə nöqtənin koordinatları x0 -1, y isə 2A çıxılsın 9 tapdıq. Və bu nöqtə y bərabərdir 3x üstəgəl 10-un üzərindədir. Demək istəyir ki, x-in yerinə -1, y-in yerinə 2A çıx 9 yazın. 2A çıx 9 bərabərdir 3 vur -1 üstəgəl 10. Baxın. Nöqtə hansısa bir düz xəttin üzərindədir deyirsə, aparıb yerinə yazın demək istəyir. 2A çıx 9 bərabərdir sağ tərəf -3-ün üstünə 10 gələndə edir 7. Buradan 2A-nı 9-dan 7-ni toplayıb 16A-nı isə 8 alırıq əziz uşaqlar. Və bununla da bölməni bitiririk. Ümumi funksiyalar bölməsini bitirdik. Növbətə hansı bölməni hansı bölməni istəyirsiniz uşaqlar, onu yazın R bölməsində. Yorğunluqdan artıq danışa da bilmirəm görünür. Əgər video sizə faydalı oldusa, videonu bəyənməyi, paylaşmağı və R yazmağı unutmayın. Hələlik.